Öz-özü inkar eləməyək, gəlin belə eləyək də. Səlcuqlar rəsmi dövlət dili... İşlədə bilmədilər. Yox, işlətmədi. Rəsmi dövlət dili elan etdilər. Şah İsmailin sarayında qızılbaşların böyük əksəriyyəti türk tayfalarıdır və bunlar türkçə danışırdılar. Bu türkçə danışmaq ənənəsi təkcə buradan başlar. Saray dili nə idi? Məsələn, saray dili, sarayda hamı danışıq dili. Yox, Şah İsmail türkçə danışırdı. Məktublar farsçada yazılırdı, türkçədə. Türkçə qadağa yox idi. Hansı məktublar farsça yazılırdı? Rəsmi dövlət dili türk dili deyildi. Nə dili idi? Türk dili, fars dilində. Yalan söz. Yalan söz. Şah İsmail məktubları hansı dildə yazılır? Hətta Osmanlı sarayında belə məktublar, çox vaxt şeirlər, bir çox hallarda fars dilində yazılır. Fars dili o zaman bölgənin ünsiyyət dili idi. Necə bizdə rus dili o boyda... Mən Osmanlıya toxunmuram. Siz mənə deyin, Şah İsmailin məktubları hansı dildə idi? Şah İsmailin məktubları türk dilində idi. Şah İsmailin məktubları, o qadağa yox idi. Amma söhbət nədən gedir? Fuad Köprülünün ilk türk mütasıfları əsəri var. Bəli. Orada göstərir ki, türklər niyə daha çox sufiliyə və ələviliyə meyl elədilər? Əsas səbəb o ki, türklər ərəb dilini bilmirdilər. Və onlar daha çox özlərinin keçmiş bütpərəstlik ənənələrini və şifahi şəkildə qəbul elədiyi İslam qəhrəmanları, alpərənlər obrazında İslam qəhrəmanlarını qəbul eləyərək özlərinin yeni bir İslam anlayışını formalaşdırdılar. Qızılbaş tayfalarının da kökündə əsasən bu dururdu. Və bu dövrdə də ona qədər ki olan bütün hakimiyyətlərdə türk dili kifayət qədər hakim idi. Bir nümunə deyimsə, Tolnoğulları dövləti əsəri var, Əbülfəz Elçibəyin. Orada türklər Fərqanədən, Zərəfşandan, bu bölgələrdən gətirilmişdi Abbasi xilafətinin xidmətinə, ordunu əsas türklər təşkil edirdi. Orada Samirə şəhəri salınmışdı. O şəhərdə hamı türkçə danışırdı. Amma bu demək deyil ki, rəsmi dövlət dili türk dili idi. Bu təbii ki, bizim tariximizdir. Bunu inkar eləməyimiz, bunu bizim deyək ki, aşağılamamız doğru deyil. Bunu biz də qəbul edirik. Amma söhbət bunu bir qəhrəmanlıq tarixinə çevirmək, bunu bu gün onun yanlış üzərində qurmaq, bunu Məmməd Əmin Rəsulzadədən çox